Stalinin dövründə kollektivləşmə başlayan zaman bundan zərər görən Sovet kəndliləri, torpaqları əlindən alınan bəy və ağalar dövlətin bu siyasətinə etiraz etdilər. Demək olar ki, SSRİ-nin hər yanında bu cür kəndli üsyanları başladı. Belə üsyanlardan biri də 1930-cu il martın 1-də başlayan və həmin il martın 12-sində başa çatan Rusiyanın Omsk oblastında yerləşən Muromtsevo rayonunda baş verən üsyandır. Bu üsyanla bağlı yerli rəhbərliyin adından Zakovski tam məxfi qrifi ilə Stalin və Voroshilova məktub yazır. Məktubda deyilir: Martın 2-sində Barabinsk və Omsk şəhərləri şöbələrindən alınan məlumata görə, martın 2-sində varlı kəndlilərin rəhbərliyi altında Barabinsk dairəsinin Muromtsevo rayonunun 4 kəndi üsyan qaldırdı. Sayları 1000 nəfərə qədər olan etirazçılar ov tüfəngləri, yaba ilə silahlanaraq sürgün olunan yerli kəndliləri müşayiət edən hərbiçiləri tərk silah etmiş, kolxozları dağıtmış, kolxozçuları və Sovet fəallarını döyüb həbs ediblər. Etirazçıların atlı dəstəsi Kondratiyevskoyda cəmləşib. Omskdan verilən məlumata görə, Kondratiyevskidən 20 km cənub-qərbdə yerləşən Muromtsevonun mərkəzi hissəsi də üsyançılar tərəfindən işğal olunub. Dəstə yollarda pusqu qurur. Həmçinin varlı kəndlilərin sürülməsi zamanı kəndlərdən köçürülməni dayandırmaq, sürülənləri geri qaytarmaq və həbs olunanları azad etmək tələbi ilə qeyd edilən kəndliləri aşmağa başladılar. Müqavimət göstərmək istəyən yerli fəalları yumruqla döyərək onları hədələyiblər. Etirazların yatırılması üçün müəyyən tədbirlər görmüşük. Tam məxfi. Hörmətlə, Zakovski, yoldaş Stalin və Voroshilova, 3 mart 1930-cu il. Bəli, Qanqada üzərində qurulan Sovet hökuməti daxilində baş verən kəndli üsyanlarını amansızcasına yatıraraq bu barədə məlumatları Sovet vətəndaşlarından gizlədiblər.